İqtisadi islahatların və özəlləşmənin aparılmasında yaranmış vəziyyət, debitor borçlarının sürətlə artması və ödəməmələr probleminin həllinin ləngiməsi, mövcud maliyyə kredit resurslarından istifadə sahəsindəki uyğunsuzluqlar son nəticədə öz əksini birbaşa və dolayısıyla ölkənin büdcəsində tapmış və onun icrasında həm gəlirlər, həm də xərclər üzrə gərginlik yaratmışdır. Yuxarıda göstərilən büdcəyə mənfi təsir göstərən amillər içərisində ödəməmələr probleminin həllinin ləngiməsini ayrıca qeyd etmək istərdim. Debitor borçlarının sürətlə artması, müəssisə və təşkilatların dövriyyə vəsaitlərinin yayındırılmasına, istehsalın aşağı düşməsinə, son nəticədə isə büdcəyə daxil olmaların azalmasına gətirib çıxarır. Bəzən isə debitor borçlarının artırılması dövlət məsələləri rəhbərlərinin şəxsi marağı xatirinə təşkil edilir. Məsələn, Azalaviya Dövlət Şirkətində hal-hazırda aparılan yoxlama göstərir ki, şirkətin milyard manatlarla vəsaiti öz dəyərindən dəfələrlə yüksək qiymətlərə ehtiyat hissələr alınması adı ilə müxtəlif təşkilatlara, əsasən kommersiya qurumlu müəssisələrə, kiçik müəssisələrə, firmalara köçürülmüş və beləliklə bugünkü tarixə şirkətin 77 milyard manat bu qaydada debitor borca əmələ gəlmiş. Şirkət? Azərbaycan Hava Yolları dövlət konserni. 77 milyar? 77 milyard manat demək vaxtı keçmiş debitor borca əmələ gəlmişdi. Möhtərəm prezident, mən genişliyi ilə burada demədim, ümumi rəqəmlə dedim. Faktlar var ki, bir halda 8 milyard, 5 milyard, 2 milyard vəsait köçürülübdür. Bu şirkətin demək tabeliyində olan, sistemdə olan bu uçakların üçün ehtiyat hissələrinin alınması yalnız onun bazarı geniş deyil, məhdud bazardır. Nağdı pul 2 milyard, 3 milyard nağdı Rus rublu götürülüb gedib, pul da gəlməyibdi, mal da gəlməyibdi və üstündən illə keçib və bununla əlaqədə heç bir məsələ qaldırılmayıb. Yəni belə faktlar kifayət qədərdir. Ona görə bu məsələ çox ciddi demək əhəmiyyət kəsb edir və buna çox ciddi yanaşmaq lazımdır. Yaxşı, bəs siz nə qədər buna nəzarət etməmisiniz? Bilirsiniz, indi siz özünüzü qəhrəman kimi göstərmək istəyirsiniz burada. Ancaq məsələ belə deyil. Azal şirkəti Azərbaycanda daimi fəaliyyət göstərən bir şirkətdir. Ancaq bu şirkətin fəaliyyəti tamamilə nəzarətsiz qalıbdır. Yaxud da ki, buna nəzarət edən adamlar bu məsələyə məsuliyyətsiz yanaşıblar. Yaxud elə nəzarət ediblər ki, onlara şərait yaratsınlar bu cürə fırıldaqlar etmək üçün. Gələn siqnalların yoxlanılması nəticəsində, prokurorluq tərəfindən yoxlanılması nəticəsində mənə təqdim olunan materiallar əsasında mən o şirkətin prezidenti Əliyev ədaləti işdən kənarlaşdırdım. Ama indi keçən vaxtları demirəm, 3 ildir biz bir yerdə işləyirik. Niyə bir adam deməyib ki, burada belə biabırçılıqlar var? Bu cür biabırçı işlər görürlər. Maliyyə Naziri, ya İqtisadiyyat Naziri, ya Nazirlər Kabineti, yahut başqa nəzarət edən orqanlar. Niyə biri deməyiblər bunları? Üç ildir mən burada işləyirəm, o adamın üzünü mən aeroportda, səfərlərə gedib gələndə aeroportdan gördüğümdən başqa görməmişəm. Amma buna rəhbərlik edən təşkilatlar var, xüsusən Nazirlər Kabineti var. Niyə Nazirlər Kabineti bunu bıraxıb başını? Niyə belə öz başını alıq edir? Sizin xəbəriniz var ki, o şirkətin binasını təmir etmək üçün 5 milyon dollar Türkiyə şirkətinə pul veribdir. Bir dənə binasından ödür. Qabaqçadan ödəlidir, bir şey görülməmiş ödəlidir. Bəli, qabaqçadan. Bunu sən indi gördün. Yoxlama zamanı. Bəs niyə belə gec gördün? Bir tərəfdən deyirsən 70 milyar onun borçları var və məndə olan məlumata görə 7 milyon dollar da bunun xarici şirkətlere borçları var. Aynı zamanda 5 milyon dollar bu ayrıptı remont etmeye. Bu kadar da dəhşətli şey olabilir. Ama bu adam kimlərinsə himayəsinin altındaydı.
kimlərsə buna himayədarlıq edirdi. Dosya belə olmasaydı, bu öz başınalıq edə bilməzdi. İndi sən bunu deyirsən, bu artıq məlum şeydir. Sizin də ora nümayəndələriniz məhz prokuraturanın, prokurorluğun meydana çıxartdığı materiallardan sonra getmişsiniz onu yoxlamağa. Və indiyə qədər siz niyə buna nəzarət etmirdiniz? Belə bu tək deyil. Respublikada belə şirkətlər, başına bırakılmış şirkətlər çoxdur. Bunlar da hamısı Nazirə Kabinetinin günahıdır ki, bunları başına bırakıblar. Bunlara nəzarət etmirlər. Yaxud da ki, bəlkə də nə bilim, elə nəzarət bu cürədir ki, elə dağıtsınlar. Möhtərəm Prezident, iradınız tamamilə haqlıdır, lakin qısa bir arayış vermək istəyirəm bununla əlaqədar ki, bu dövr ərzində orada kütləvi şəkildə müxtəlif orqanlar yoxlamalar apardı. Fakt bundan ibarətdir ki, Kim aparıb yoxlamalı? Prokurorluq tərəfindən aparılıb yoxlama, Daxili İşlər Nazirliyi tərəfindən, Vergi İnspeksiyası tərəfindən dəfələrlə yoxlama aparılıbdır. Maliyyə Nazirliyi yalnız bu qərardan sonra. Buradakı yoxlamalar imkan vermirdi ki, sənədə baxmaq üçün ora adam göndərək. Belə bir Və yoxlamalar aparılıb, niyə o şeylər aşkara çıxmayıb? çıxmayıb da, gərək çıxaydı. Demək, yoxlamalar aparıblar, rüşvət alıblar, onlar da razı qalıb, bunlar da razı qalıb. Başqa mən nəticə çıxarda bilmənəm. Eğer bu cürə biabırçılıq, yoxlamalar aparılıbsa, çıxarılmayıb, bunda bu dəhşətli bir şeydir. Ona görə yoxlamalar aparanların indi hamısını yoxlamaq lazımdır. Çox dəhşətlidir.